Gəlmişəm mən sənin imza gününə, şeirlər deyilir gözəl məkanda, köhnə əl yazmalar təzə görünür. Bir yanda oğlanlar, o biri yanda, cavan, gözəl qızlar gözə görünür. Poeziyaların abu havası, hətta lal kəsləri gətirir dilə, qiraət eyləyir əcbər adamlar. İmzanı çəkdirmək ümidi ilə kitablar toplayıb əksər adamlar. Nə olsun ki keçib yaşın 70-i, səni uşaqlar da, gənclər də sevir, xalqını özünə sevdirən kişi. Hər dövrün şairi unudularmı? Xeyr, unudulmaz, keçsə də dövr. Azərbaycanda sərbəst janrını bir çox adamlara sevdirən insan, doğma vətənində hörmət qazanıb. Çox yazdıqlarını dinlədiyim an, məndə də yazmağa həvəs yaranıb. Tezliklə bitməsin həyat romanın, qal hələ dünyada qonaq, müsafir, ömrün uzun olsun deyirəm yəni. Gücün tükənməsin, yaz, yarat, şair, çarmıqdakı isə qorusun səni.